Mərhəmətli Allah Qur'anı öyrətdi, insanı yarattı, ona danışmağı öyrətdi. Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir. Otlar da, ağaclar da səcdə edir. Allah göyü ucaltdı və tərəzini qoydu ki, çəkidə həddi aşmayasınız. Əşyaları tərəzidə insafla çəkin və çəkini əskitməyin. O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? O, insanı saxsı kimi quru gildən yarattı. Cinləri də təmiz oddan yarattı. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Allah iki məşriqin və iki məğribin Rəbbidir. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşturdu. Onların arasında maniyə vardır, onu keçə bilməzlər. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Onlardan mirvari və mərcan çıxır. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də O'nundur. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Yer üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli üzü əbədidir. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi ondan diləyir. O, hər gün bir işdədir. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Ey ağır yükü olan insan və cin tayfası, tezliklə ancaq sizinlə məşğul olacağıq. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Ey cin və insan tayfası, əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin. Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Sizin üstünüzə tüstüsüz alov və ərinmiş mis göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Göy yarılıb dağ edilmiş yağ kimi qıpqırmızı olacaqdır. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Budur günahkarların yalan hesab etdikləri cəhənnəm. Onlar onunla qaynar su arasında dolanacaqlar. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Rəbbinin huzurunda durmaqdan qorxanları iki cənnət bağı gözləyir. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? İkisində də növbə-növ meyvələrlə dolu budaqlar vardır. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? İkisində də iki axar